Ona görə biz bu gün deyəndə ki, İsrail dövləti bir terror dövlətinə çevrilib, xalqı yox, yəhudiləri nəzərdə İsrail dövləti, İsrailin dövlətində hal-hazırda təmsil olunan iqtidar bir terror dövlətidir. Yəni sən uşaq öldürürsənsə, əgər nətər olur, Hitler uşaq öldürür, qoca öldürür, terrorçu olursa, qatil olursa, eyni də Netanyahu olmalıdır. Uşaq öldürürsən, xəstəxanaları, məscidləri bombalayırsan, qadınları, qocaları öldürürsən, deməli sən terrorçusan da. Və bu yaxınlarda da bizə səfəri gözlənirdi Netanyahunun. Yaxşı ki, gəlmədi. Çünki biz ona, bilirsiniz, biz müsəlmançılıqdan da getmirik. Bu insani bir məsələdir. Orada bir xalqın soyqırımı gedir. Orada bir xalq əziyyət çəkir və biz hamımız oturmuşuq burada Ukraynanın, Rusiyanın dərdini çəkirik. Artıq işğal dövrü başlayır. Amerika Kanadaya öz iddialarını ortalığa qoyur. Meksika körfəzini artıq deyir, Amerika körfəzi də adı. Mən adalara öz Qırlandiya adalarını istəyir. Ya belə yaxşıdırsa, əgər yəhudilər deyirsə ki, 2000 il bundan qabaq bizim olub, Amerikada deyirəm, buradan müraciət edək ki, qaytarın qızıl dərililərə. Siz nə olmayıb bax orada? Qızıl dərilər nə oldu? Qaytarın hakimiyyəti, dövləti verin, çıxın oradan. Çıxın öz milyardlarınızı özünüzə paylayın da.